Antiterror əməliyyatından bir gün öncə məndən telefonla danışdı. Dedi, ata necəsən? Həmişəki kimi keyfi əhval tutdu. Mən ona həmişə dədə deyirdim. Dedim, sağ ol dədə, yaxşıyam. Sadəcə son sözü mənə oldu, gözünlə müğayət ol. Ülvünün arzusu olmuşdu Füzuli şəhərinə köçmək. 44 günlük Vətən müharibəsində biz qələbə çalanda o bayraq çiynində biz onda Bakıda yaşayırdıq. Onun sevincləri, onun o keçirdiyi stresi mən görürdüm. Ata evimizə qayıdacağıq, torpaqlarımız azad olundu. Özü qismət olmadı Füzuli şəhərinə qayıtmaq.